Azərbaycan mərasim folkloru Azərbaycan mədəniyyətinin çox vacib bir hissəsini təşkil edir. Mərasim folkloru haqqında ümumi nəzəri fikir belədir ki, ümumiyyətlə bütün folklor nümunələrinin hamısı bu və ya digər şəkildə mərasimlə əlaqəlidir. Yəni, ya mərasimdən yaranıbdır, ya mərasimin içində formalaşıbdır, ya da bu və ya digər şəkildə öz qaynağını mərasimdən götürübdür. Ona görə, yəni mərasim folkloru bir mədəniyyət hadisəsi kimi öyrənilməlidir və indiyə qədər olan mövcud təcrübə mərasim folklorunun yalnız kiçik bir hissəsini öyrənmişdir. Əsas hissəsi, yəni mərasimin sözlü hissəsi ilə mərasimin mədəni kompleksi bütövlükdə tam şəkildə öyrənilməyib. Ona görə də mərasim folklorunun öyrənilməsi, mərasim folklorunun aktual məsələləri əlbəttə ki, çoxdur və bunlar gələcək tədqiqatçılarını gözləməkdədir. Mərasim folkloru deyəndə nə başa düşülür? Bu, ilk növbədə Azərbaycan mərasim folklorundan söhbət gedəndə Azərbaycan milli mədəni kimliyini müəyyənləşdirən bir mədəniyyət hadisəsi kimi anlaşılmalıdır. Çünki bizim milli mədəni kimliyimizin əsas göstəricisi bizim xalqımızın mərasimləridir. Çünki həm mədəni institutlarımız, həm də mənəvi dəyər konseptlərimiz mərasimlərdə qorunur, mərasimlərdə formalaşır və mərasimlərdə yaşayır. Özünün aktuallığını, özünün dinamikliyini, özünün demək, canlılığını mərasimlərdə qoruyur. Çünki mərasimin mühafizəkar xüsusiyyəti o içindəki dəyər konseptlərini qorumağa imkan verir. Ona görə də mərasim folklorunun demək, qorunması, öyrənilməsi və gələcək nəsillərə də çatdırılması üçün bu sahədə ciddi elmi tədqiqatlar aparılmasına ehtiyac vardır. Mərasimlərimiz az öyrənilmiş sahədir. Eyni zamanda bizim Məhəmməd Hüseyn Təhmasibin, bizim hörmətli mərhum folklorşünasımızın müəyyən araşdırmaları olubdur. Ondan sonra Bəhlul Abdullah bizim yenə mərhum folklorşünas alimimiz, onun da mərasim folklorun araşdırmaları var. Hal-hazırda fəaliyyət göstərən və bizim folklor institutunda çalışan əməkdaşların bir sıra araşdırmaları vardır. Və elə düşünürəm ki, bunlar hər biri dəyərlidir, lazımlıdır. Amma yenə də demək, mərasim folklorunun hələ öyrənilməmiş hissəsi çoxdur. Və bu tədqiqatlar davam eləməlidir. Xüsusilə demək, bizim mövsüm mərasimlərimiz, məişət mərasimlərimiz, bayramlarımız, ənənəvi adət və ənənələrimiz hələ kifayət qədər öyrənilməkdir. Bunların həm regionlar üzrə öyrənilməsinə, yəni bunun bölgələrdəki xüsusiyyətlərinin müəyyənləşməsinə və bütövlükdə Azərbaycan mərasim folklorunu müəyyənləşdirən əsas dəyərlərin, xalqın içində qorunan adət və ənənələrin yenidən bir daha demək, elmi tədqiqatdan keçirilməsinə ciddi şəkildə ehtiyac vardır.